Real Madrid ümumiyyətlə futbol tarixinin kralıdır. Bodo Glimt nağılı bitdi. Lamine Yamal Rafinhadan bir addım öndədir. Azərbaycan millisinin axırıncı dəfə vaxt qələbə qazandığında çoxumuzun unutmuşuq. Montellonu Türkiyə millisindəki o işini çox da uğurlu saymıram. Ondan sonra ən uğursuz Fernando Santos. Keçmiş Afrika qəbilələrincə tanındırıq ki, dünyada belə bir insanlar var. Necəsən Fuad, bayram tətili necə keçdi? Bayramdan sonra iş baxırdı. Özünüz isə. Yaxşıdır hər şey. Ümidvaram ki, izləyicilər üçün də bayram gözəl əhval-ruhiyyədə keçdi. İndi isə başlayaq podkastımıza. Podkasta başlayaq. İstəyirəm elə başlayaq 1-ci Çempionlar Liqasından. Bilirsən, növbəti tur olacaq qarşıda. Keçən tur gözəl oyunlar gözləyir bizi. Bu tur ümumiyyətlə daha maraqlı oyunlardır. Bir-birindən daha gözəl. Düzdür, mənim üçün ən gözlənilən oyun Real Madrid, Bayern Münih. Düşünürsən yenə keçəcəklər? Bəli. Mən ümumiyyətlə bu il inanıram ki, kubokda Real Madrid-ə gələcək. Çünki Real Madrid ümumiyyətlə futbol tarixinin kralıdır. Bu ləqəb ona elə belə verilməyib. UEFA Çempionlar Liqasında artıq neçə ildə arda-arda göstərdiyi performans, nəticələr, yəni həqiqətən bu onu deməyə əsas verir ki, bu klub sırf Çempionlar Liqası üçün yaranıb, Çempionlar Liqası üçün var. Həmişə də o güclü tərəfdən gələndə Realın bir sanki aurası yenə ortaya çıxır və gəlir. Partlama partlar. Manchester City-nin getdilər, Manchesterdə də uddular. Yəni qələbə qazandılar. Halbuki mərhələ keçməyi artıq hər kəs gözləyirdi, amma gözləmirdilər ki, orada da City-yə qalib gələrlər, amma yenə də hər şey Real Madridin istədiyi kimi oldu. Hətta ideal oldu, istədiyindən daha ideal. Real Madrid adətən zəif tərəfə, yəni belə deyim, daha zəif tərəfə. Digər komandalara hörmətsizlik olması, yəni düşdükdə yaxşı nəticə verə bilmir. Məsələn, Ajax-la oyunda məğlub olmuşdu. Yəni bu keçən il Arsenal-la məğlub olmuşdu. Amma nə vaxt ki, güclü tərəfə düşür, məsələn, Benzema olan il, hamı gözləyir ki, biz də almışdıq. Rodrigo Jose-la Bavariyanı keçib çempion olmuşdu. Məncə bu ildə, yəni artıq Manchester City getdi, növbədə indi Bavariyadır, daha sonra da Paris və yaxud da Liverpool oyununa qaldı. Keçən oyunlara bir qismən də olsa bir xırda bir göz gəzdirək. Düzdür, uzun müddət keçib, amma bir xırda bir göz gəzdirək. Məsələn, Barcelona çox rahatlıqla keçdi. Arsenal gözlənilirdi öz yerində udar. Bir sürpriz oldu. Yəni məncə hər kəs üçün sürpriz oldu. Bodo Glimt nağılı bitdi. Sporting öz yerində 3-0 və əlavə vaxtda 2 dənə qol 5-0. Səncə nə baş verdi ki, Bodo Glimtdə, yəni gəldi belə bir şey oldu ki, və Bodo Glimt mərhələni dayandırdı? Mənə görə yəni təcrübə faktoru. Yəni ən azından biri Portuqaliya futbolu, digəri Skandinaviya. Yəni burada təcrübə öz sözündədir. Məsələn, 90 dəqiqə ərzində bir qol vursaydı, Bodo Glimt Arsenal-la oynayacaqdı, amma iş elə gətirdi ki, olmadı. Yəni ümumiyyətlə hücum demək olar ki, eləyə bilmədi. Bodo Glimt niyəsə Interlə oyunundakı oyunun əksinə olaraq Sportinglə oyuna tamamilə belə deyə də müdafiə üzərində qurmuşdu. Halbuki Interlə oyunda görmüşdük ki, biz Bodo Glimt daha çox hücum eləyir, qələbə qazanmağa çalışırdı. Bu oyun isə nədənsə Bodo Glimt qol vurmağı yox, sadəcə qol buraxmamağı düşünürdü. Düşünürəm ki, Lissabon təmsilçisi icazə vermədi. Yəni düzdür, mən özüm də inanırdım ki, keçən dəfə də verilişdə demişdik ki, Bodo Glimt davam edəcək. Olmayanda olmur. Daha təcrübə öz sözündədir. Ola bilsin Lissabon və Arsenal səddində keçə bilər. Yəni mən təəccüblənmərəm. Həqiqətən Portuqaliyada olan oyun əzm, iradə, həm o abu-hava, yəni göstərdi ki, yəni biz də varıq. Və bu iki Sportingin Leverkusendən daha üstün futbol oynadığı nəzərə alsaq, həm hücum futbol cəhətdən, həm müdafiə cəhətdən çətinlik yaradacağını düşünürəm mən də. Bir də Galatasaray nağılda bitdi. Galatasaray nağılı məclis başlamamışdı. Yəni birinci oyundan sonra Liverpoolla oyundan sonra hər kəs düşünürdü ki, hər kəs də olmasa, yəni bir çox adam düşünürdü ki, Liverpoolla ən azı ikinci oyunda bir normal futbol oynayarlar. Keçən dəfə mən də podkastda bildirdim ki, Okan Buruk'da bilmək olmaz, çıxıb belə bir oyun oynadacaq ki, heç nə alınmayacaq və bu oyunlardan biri oldu. Osimhen zədələnməyi tamamilə komandanı yıxdı. Nə düşünürsən, Liverpool bu dominantlığı PSG-nin oyunda davam etdirə biləcək səncə? Yoxsa sadəcə bir atımlıq barıt idi? Məncə ümumiyyətlə güclü klublar belə deyim, öz aralarında olan oyunlarda əsl gücünü onda göstərir. Yəni
Bu istər Real Madriddə olsun, istər bu. Məsələn, Barselona Newcastle-la birinci oyun bərabərə qaldı. Ancaq hamı deyirdi ki, nəsə ola bilər. Birinci hissədə də belə 2. Başa-baş futbol, amma adamlar nə dedi, nə demədi. İkinci hissəyə yəni altın üstünə çevirdi Newcastle-ı. Dedilər ki, İngiltərədə özünün üçün futbol oyna. Bu böyük klublar adətən öz aralarındakı oyuna daha ciddi yanaşırmı deyim, ümumiyyətlə daha rəqabətçilmi yanaşır. Məsələn, Liverpool Galatasaray onsuz da keçəcəkdi. Yəni real danışaqlar şans yox idi ki, Galatasaray ikinci oyun Enfielddə özdə azarkeşsiz. Məsələn, indi bəziləri deyir hakim faktoru, nə bilim, ola bilsin indi Galatasarayın oyunçularını yerdə uzanmaq falan, amma gəlin real danışaq. İndi Galatasaray Osimhen zədələnməsəydi belə yenə də mən inanmırdım ki, Liverpoolu keçərdi. Çünki Liverpooldur. Əslində bir dönüş nöqtəsi gözlənilirdi. Məhəmməd Salah penalı vurmayandan sonra, yəni qapıçının çox gözəl sevindən sonra elə gol 4 dənə penaltı. Amma ikinci hissə Liverpool, yəni həm səviyyə cəhətdən, həm oyun cəhətdən üstün olduğunu göstərdi. Həm də sən demiş Enfield faktoru çox rol oynayır. O stadionda Barcelona, yəni 4-0 uduzmuş bir komandadır. Yəni Galatasarayın o stadionda davam gətirəcəyini, yəni çox gözləmək olmurdu. Və bu keçidlərdən Bavariya zaten bilinirdi, amma Bavariya yenə də qapısız çıxdı. Yenə də 4-1 qələbə qazandı. Bavariya heç də, Bavariya ümumiyyətlə zəif klublara rəhm eləmir. Yəni bu Alman o dominantlıq davam eləyir. Adamlar Reala, Barsaya vaxtilə çox əziyyət çəkdirmiş klubdur. Səncə Atalantanı ümumiyyətlə hiss eləmədi. Yəni sonradan problem yaşanmasın hər hansı bir şey. Amma ümumi götürəndə Bavariya bu il göstərdi ki, yəni həm liqa mərhələsində, həm də belə ondan sonraki mərhələdə yəni ciddi, həmişə olduğu kimi ciddi problemlər yaşada biləcək qalibdir. Barcelona, Newcastle və Barcelonanın rəqibi olacaq. Atletico Madrid. Yenə gəldi çıxdı Atletico Madrid qabağımıza. Əslində bir seriya var, bilirsən, Atletico Madridlə nə vaxt Çempionlar Liqasında qarşılaşmışıq. 2 dəfə qarşılaşmışıq. İkisində də Atletico Madrid keçib mərhələni. İndi bəziləri üçün bu hakim faktor ola bilər, bəli, oyunlara canlı baxanlar üçün bilir. Amma yenə də tarixdə nəticələr qalır deyə belə bildirək ki, Atletico Madrid Barcelona hər iki vəziyyətdə keçmişdi. Düşünsək ki, Barcelonanın əsas qol silahlarından biri sıradan çıxdı. Milli futbolunu, yəni Rafinha təəssüflər olsun ki, bu ay Barcelonada 5 həftəlik sıradan çıxdı və bu ciddi bir çox ciddi bir itkidir. Çünki Newcastle-la oyunda da görmüşdük ki, Rafinha'nın əzmi kluba çox şey verir. Düzdür, deyək ki, məsələn, Rafinha'dan daha üstün oyunçular orada bəlkə ola bilər, kimsə həmin o vaxt prime dövrünü aça bilər. Məsələn, həmin mövqedə Rashford var və yaxud da bəlkə də baş məşqçi tamam başqa bir şeylər düşünəcək, Fermini və yaxud da Olman orta tərəflərdə oynayacaq. Amma bu Yamal üçün də bir tərəfdən yaxşı şansdır ki, Yamal üçün çox gözəl bir şansdır ki və göstərməlidir ki, bu klub mən daşıya bilərəm. Çünki keçən il Interlə oyunda göstərmişdi əslində bunu, sadəcə bəzi bəxtsizliklər, təcrübəsizliklər imkan verməmişdi, amma məncə Yamal Atletico-nun önündə özünü göstərəcək və hətta mən çox inanıram. Düşünürəm ki, sübut eləyəcək ki, Barcelona tək Rafinha'dan asılı bir klub deyil. Mən ümumiyyətlə düşünürəm ki, son bir ayda Lamine Yamal Rafinha'dan bir addım öndədir. Çünki Lamine daha çox topla oynayır, daha çox can qoyur. Rafinha düzdür, qolları Rafinha daha çox vurur. Bu da məlum səbəbdəndir. Yəni penallar hal-hazırda Lamine verilsə belə, oyunun əsas üstünlüyü Lamine oyunu qurub və pas verir. Yəni ona görə də Rafinha üçün əl qolu açılır, Rafinha'nı tutan çox olmur və Rafinha'nın qabağı da açılır. İndi həmin performansı təbii ki, Rashforddan gözləyirik. Atletico Madridlə oyunda. Millidə də oyunu yaxşı oynadı. İngiltərə oyununda çox gözəl performans göstərdi. Əgər belə davam eləsə, yəni düşünürəm ki, Barcelona Atletico Madrid keçə bilər. Amma Atletico yəni çox böyük problemdir. Yəni bu hətta Real Madridlə liqada olan oyunda da düzdür məğlub oldu, ancaq həzmkar oyun oldu. Yəni yaxşı oyun keçdi. Ümumiyyətlə həmişə baş ağrı olub. Atletico Madrid istənilən, məsələn Tottenhamın özü üçün də baş ağrı oldu. Bu rəqibin kimliyindən asılı olmayaraq, yəni hamı üçün bu Bavariyanın da güclü vaxtında keçib, Barsanın da keçib. Atletico hər zaman Real Madrid 2 dəfə finalda Çempionlar Liqasında hər dəfə həqiqətən çətinliklə keçib Real Madrid. Yəni problem yaşada biləcək klubdur. Çempionlar Liqasında nədənsə ən zəif
zəif heyətində belə, yəni Atletico Madrid çox böyük problem yaşadır hər bir klublara. Və Metropolitano amili var. Həmin stadionda oynayan dalbadal iki komandanı gördük. Tottenham və Barcelona. Hər ikisi birinci oyun Tottenham 5-2 uduzdu, bildiyim qədərilə 5-2 və Barcelona 4-0 uduzmuşdu kubok oyununda. O bilmirəm stadionun Atleticoya verdiyi bir əzmdəndir, yoxsa stadionun bərbadlığındandır. Deyirsən bu oyun turda ikinci oyun Atletico Madridin yerindədir. Bu böyük bir üstünlükdür Atletico Madrid üçün. Barcelona adətən ikinci oyun səfərdə oynayan və belə əksər vaxtlar mərhələni bəli keçənmir. Görək bu dəfə nə olacaq. Bu turun oyunları içində məncə ən maraqlı oyun Barça Atletico Madrid, sonra isə Bavariya Real Madrid oyunudur. Yəni məncə izləyicilər üçün də ən maraqlı iki oyun budur. Amma üçüncü planda oyun var. Məsələn, Paris Saint-Germain Liverpool oyunu, o da maraqları öz üzərinə çəkəcək deyə düşünürəm. Liverpool keçənki qisas ala biləcəkmi? Düşünmürəm, çünki Paris Saint-Germain yəni onu dayandıran tərəf ya Real Madrid olacaq, ya Bavariya. Yəni o tərəfdən gələn. Çünki Liverpool inanmıram. Əslində mən ümumiyyətlə əgər Bavariya gəlsə inanmıram ki, PSG yəni Bavariya PSG-ni dayandıracaq. Real Madrid dayandıra bilər PSG-ni, amma Bavariyadan bu performansı gözləmirəm. Və PSG əgər o tərəfdən gəlsə və Bavariyanı üzləşsə finaldadır mən düşünürəm. Amma Liverpooldan da hər şey gözləmək olar. Yəni Salahın son vaxtıdır. Salah çempion olaraq bu klubu tərk etmək istəyir. Ona görə bəlkə Salah prime aça bilər. Belə Çempionlar Liqasından danışdıqsa biz artıq keçək millilərə. Oyununa. Başımıza oynatan millilər, oyunçuları zədələndirib göndərən millilərin oyunları. Futbol azarkeşləri adətən çox sevmir. O milli aranı. Milli aranı. Əsas da yoldaşlıq oyunu olan aranı heç sevmirlər. Bu dəqiqə düzdür. Məsələn, Türkiyə azarkeşləri çox sevinir. Elə başlayaq Türkiyədən. Türkiyə demişkən, keçən oyun Rumıniyanı məğlub elədilər. İndi rəqib Kosovadır finalda. Səncə Rumıniya oyunu qədər rahat oyun olacaq? Hansı ki Rumıniya oyunu da o qədər rahat olmadı. Yəni Türkiyə belə deyim, gözləntilərin daha aşağısında oyun oynadı. Heç istədiyi kimi, yəni bizim görmək istədiyimiz Türkiyə o deyildi. Dominant futbol oynamırdı. Dünya çempionatına keçsə belə, yəni orada böyük oldu gözləmir. Sual altındadır. Çünki Rumıniya o dərəcədə də Avropada ciddi rəqib deyil ki, yəni onu 1-0 hesabı ilə və belə bir oyunla məğlub eləyəsən. İndi Kosova amili düzdür, hamı Kosovanı daha zəif görür, ancaq bəzi hallarda tarix də bizə bunu göstərir ki, zəif tərəf stimul amili və yaxud da daha həvəsli oynayır deyə uda bilər. Məncə yəni mən 50-50 deyirəm şansları. Türkiyə də keçə bilər, Kosova da keçə bilər. Düzdür, mən Türkiyənin qatılmağını dünyası çox istəyirəm. Çünki Türkiyənin bu iki heyəti 2002-dən sonra hətta bəlkə gördüyü ən mükəmməl heyətlərdən biridir və ona görə də düşünürəm ki, bu il bu klub, yəni bu ölkə dünya çempionatına gedib bir şeylər eləmək qabiliyyəti var. Amma baş məşqdən çox şey asılıdır. Yəni mən Montellonu Türkiyə millisindəki o işini çox da uğurlu saymıram. Hətta Rumıniyanın oyununda özüm belə təcrübə elirdim ki, yəni sənin hücumunda çox gözəl hücumçular var. Hansı ki Avropada oynayan oyunçular, Eintrachtda oynayan oyunçum var və Semih Kılıçsoyun var, hansı ki Cagliari'də bu dəqiqə bütün İtaliya Semih Kılıçsoydan danışır. Sənin hücumunda Kenan Yıldızın var, Arda var. Bu qədər hücum kalitəsindən belə deyək, türklər demiş, sən Rumıniya kimi ölkəyə cəmi bir top vurursan və o topu da Arda ötürdü və Fərdi Kadıoğlu'nun açılması sayəsində. Ondan sonra da güclü bir epizod görmədik. Əksinə Rumıniyanın epizodları oldu ki, hansı ki qol vurub hesab bərabərləşdirə, hətta önə keçə bilərdilər. Bir növ Türkiyənin bəxti də gətirdi. Öz stadionunda idi, amma bu dəfə səfərdə oynayacaq Kosovanı. Yenə deyirəm, mən düşünürəm ki, 50-50-yə, yəni Kosovada keçə bilər, Türkiyədə keçə bilər. Sadəcə olaraq məsələ odur ki, Türkiyənin keçsə belə daha sonra, yəni biz qrup oyunlarında gördük ki, İspaniyaya böyük hesabla məğlubiyyət. Yəni ikinci oyun heç olsa belə. Belə məsələn Avropa çempionatına da qatıldı 2021-ci ildə.
azarkeşlər çox şey gözləyirdi, ancaq qrupda qaldı. Yəni və nəzərə alsaq ki, onun üçün stadion amili digər Avropa ölkələrindən daha yaxşıdır. Azərbaycanda oynayırdılar oyunların əksəriyyətini. Ancaq heç nə edə bilmədilər demək olar. Gözləntilərin yenə aşağısında qaldılar. Bu il də dünya çempionatına getsə, yəni qrupda da Amerika Birləşmiş Ştatları, Paragvay və deyəsən Avstraliya var, 3 milli. Bunların içində daha baş ağrıdıcı Paragvayda Latin Amerika. Çünki Latin Amerika futbolu. Ancaq Amerika Birləşmiş Ştatlarının özü də yəni pis oynamır. Avstraliyada o dərəcədə də zəif bir milli deyil. Sadəcə olaraq məsələ odur ki, türklər həmişə Türkiyə gedir, çempionata qatılır. Türk azarkeşlər necə ki klubda belədir, millidə də elədir. Yəni çox yüksəkdən danışırlar və sonra gəlir nəticə olmur. O gün bir video çıxıb Türk azarkeş deyib biz dünya çempionatını, sarı kuboku gətirməliyik Türkiyəyə. Yəni reallıqdan uzaq bir şeydir ki. Yəni Fransa da oradan baxır deyir, hə salam beləyik. O qədər favoritin arasında İspaniya var, Portuqaliya var, Argentina var, Cənubi Amerikasından Braziliya. Yəni o dərəcədə olmasa da favoritdir. Həmişə yəni sən hətta favorit saymadığımız ölkələr belə, yəni Türkiyədən daha məsələn çox adam bu dəqiqə İngiltərəni favorit saymır, hansı ki İngiltərə, Almaniyanın özü olsun, Almaniya məsələn çox adam üçün bu dəqiqə favorit deyil, sadəcə gizli bir Alman futbolu, Alman maşını işə düşə bilər. Hollandiyada yəni tək Avropa yox, Afrika qitəsində, Asiya qitəsində məsələn Cənubi Koreya, Yaponiya, Afrikada var güclü rəqiblər, millilər ki, onlar Türkiyədən daha ola bilər heyət olaraq daha az aşağıdılar, amma ancaq oyun olaraq göstərir ki, daha çətindir. Məsələn, tutalım İran millisinin özü belə qatıldığı dünya çempionatlarında çox baş ağrı olub. 2014-də Argentinanı hətta az qala 0-0 olurdu, yəni Messinin. 2018-də səhv eləmirəmsə sonuncu tur ya İspaniya ya Portuqaliya iki oyundan birində çətinlik yaşamışdı. Ən son dəqiqələrdə bir qolu vursaydı keçirdi, ancaq olmadı. Amma Türkiyədə o şeyi görmək olmur. Yəni Türkiyə dediyim kimi son dəfə 2002-də görmüşük ki, Türkiyə həqiqətən bunun üçün can qoyur və oyunçular o milli bayrağı, milli hissi yaşayaraq oynayırlar. Amma ondan sonra futbolçularda sanki bir düşüş var, yoxsa ümumiyyətlə millini önəmsəməmək var və artıq mən nəyə görə dedim 2002-dən sonra bu heyətdə görürəm. Çünki bu heyətdə qismən də olsa o hiss olunur. Montella əgər düzgün futbolu oynatsa, heyətdə oyunçular Orkun Gökçe olsun, Arda olsun, Fərdi Kadıoğlu olsun, bunlarda sanki o ruh var və o ruhu daşımaq istəyirlər. Sadəcə dediyim kimi Montella'nın işi çox önə çıxmalıdır burada ki, göstərsin ki, həqiqətən oyunçular, o potensialda oyunçular var səndə və sən bundan daha çox irəli getməlisən. Sən Rumuniyaya 1-0 yox, Rumuniyaya çıxıb 3-0 vurmalısan. Kosovaya gələndə biz burada Kosovaya danışmamalıyıq ki, şanslar 50-50-dir. Biz deməliyik ki, Türkiyə bu oyundan 80%, 90% mərhələni keçib. Amma biz hal-hazırda Rumuniya oyuna baxandan sonra məcbur deyirik ki, 50-50-yə. Çünki Kosova Slovakiya ilə oyunda geridə olduğu oyunu gəldi 4 dənə top vurdu və çevirdi. Bir də bir amil var, sənə də bu fikirlərini öyrənmək istəyərdim. Ümumiyyətlə milli komandalara məşqçi həmin ölkədən olsa daha uğurlu olar, yoxsa məsələn Türkiyənin özündə deyirik 2002 amilində, yəni onda yerli məşqçi idi, səhv eləmirəmsə Fatih Terim idi, yoxsa Beşiktaşın. Mən də adı yadımdan çıxdı. Özünü çox tərifləyən məşqçimiz. Bir dəqiqə baxacağam. Məsələn həmin şeydə bu təkcə orada deyil, bu ildə gördük ki, məsələn Braziliya millisində də Carlo Ancelotti'ni gətirəndə futbol azarkeşləri ona böyük bir təpki deyək, türklər demişkən göstərdilər. Şenol Günəş. Şenol Günəş. Yəni həmin o məsələn Ancelotti-nin gəlişində narazı idi böyük kütlə ki, yəni bizim özümüz futbol ölkəsiyik, bizə niyə İtaliyadan məşqçi gətirilməlidir? Bu məsələn Argentinada da, yəni səncə bu türklərdə də hardasa belə milli ruh olması üçün düzdür? Mən də sən deyəndən razıyam. Milli məşqçi olsa daha uğurlu olar. Daha uğurlu olar. Çünki bunu ən bariz nümunəsi öz millimizdədir. İllərdir bizim milli, yəni xarici bir baş məşqçilərə pul xərcləyir, yəni milyonlar verir, gətirir 3 il, 1 il, 3 il, 1 il və heç bir nəticə yox idi ortaqda. Son dəfə biz qismən də olsa hamının söydü, amma Bert Fox'un dövründə bir növ qismən də olsa bir nəsə olmuş. Ondan sonra ən uğursuz Fernando Santos. Fernando Santos ümumiyyətlə gəldi. Portuqaliyanın Avropa çempionu olub-olmağına, amma ondan əvvəl Türkiyə futbolunun daydı Beşiktaşdaydı. Heç bir orada heç nə etmədi və Azərbaycan millisində də demək olar ki, istəyirsən qələbəsi olmadı. O tip baş məşqçilərə heyət verilməyəndə bir şey edəmirlər. Ona görə mən düşünürəm ki, sənin sözünə qüvvət, milliyə o ölkənin futbolunu bilən
dövrünün biri lazımdır. Məsələn, indi Ayxan Abbasovun dövründə qismən də olsa oyun cəhətdən bir irəliləyiş görürük. Düzdür, güclü millilərə qarşı oynamasalar belə, yəni tam bir o istədiyimizi görməsək belə, amma qismən görürük ki, Santuşun dövründənsə bu dövr daha yaxşıdır və Argentina misal çəkdi. Məsələn, Argentina illərdir öz baş məşqçilərini sınayırlar ki, çünki bizim futbolçular daha yaxşı bilir və Scaloni gəldi sübut elədi ki, milli baş məşqçi olduğu sürətcə və o ölkənin futbolunu əla bildiyi sürətcə istənilən kubok almaq mümkündür. Mən də Türkiyədə istəyərdim ki, məsələn, Türkiyənin çox qəşəng baş məşqçiləri var, hansı ki, bu klub yəni baş məşqçiləri özlərini sübut ediblər. Son dəfə sən demiş Şenol Günəş olmuşdu. Şenol Günəşin özü, yəni baş məşqçi olaraq məncə Montellodan geri qalan bir baş məşqçi deyil. Fatih Terim olsun. Yəni bu baş məşqçilər daha çox məncə milliyə, məsələn, Trabzonun baş məşqçisi olsun, Fatih Tekke çox, yəni mən bəyənirəm o baş məşqçini. İsmail Kartalın özü də düzdür, nə qədər adam indi Fenerbahçəni çempion etməsə də ona görə top atəşinə tutuldu. Ancaq düşünürəm ki, o belə olsa daha uğurlu olar. Bəli, məncə də. Yəni türk futbolunu bilən biri daha çox uğur qazana bilər. Oyunçuları daha çox tanına bilər. Persepolisi çempion da etmişdi deyəsən. Deyəsən ya birinci ya birinci çempion etmiş ya da ikinci yeri tutmuşdu. Belə bir şey olmuşdu, amma sən milliyə sən demiş, sənin sözünə qatılıram. Milli baş məşqçi daha çox uğur verir. İndi amma yenə də artıq Montellodur. Görək Türkiyə növbəti oyun Kosovona nə edəcək? Mən düşünürəm ki, keçəcək, amma sən demiş bu asan olmayacaq. Çünki Kosovanın da heyətində Avropada müəyyən təcrübə yığmış oyunçular var. Özündən ad qazandırmış, yəni öz adından bəhs edilmiş oyunçular. Murigi var, Aslani var, sonra Jegrova var. Juventusdan Jegrova var. Yəni oyunçular çoxdur. Kosovanın heyəti cəhətdən əslində çox qəşəngdir. Bir də deyim, milli ruh, yəni o belə baxıram ki, Kosovada daha yüksək. Çünki son dövrlər çox inkişaf eləyib və oyunçular istəyir ki, o ölkəni dünya səviyyəsində tanıtsınlar. Siyasi olaraq bir neçə ölkə də həmin Kosovanı tanımır. Ona görə daha çox irəli çəkir. Məsələn, oranın Kosovanın prezidenti hətta pul mükafatı verib deyəsən, yəni daha dünya çempionatına stimul. Bəli, belə şeylər ümumiyyətlə oyunçulara stimul verir, ən çox da milli ruh. Elə Türkiyədən danışdıq, istəyirəm Azərbaycan millisindən də danışaq. St. Louis-yanı biz St. Louis-i ada dövləti bu kiçik bir ada dövləti idi. O ada ilə oynayana qədər düşünürəm ki, heç kim tanımırdı ümumiyyətlə belə bir ölkə var. Yaxşıdır əslində tanınmayan ölkələri gətiririk, öz ölkəmizdəki vətəndaşlar üçün tanıdırıq ki, yəni belə ölkələr var əslində dünyada. Yəni say çoxaldırıq. Azərbaycan millisinin ən böyük hesablı qələbəsi oldu. Rekord qırdı 6-1. Düzdür, Azərbaycan millisinin axırıncı dəfə vaxt qələbə qazandığında çoxumuzun unutmuşuq. Amma yəni nə qədər olmasa qələbədir. Qələbədir. St. Louis-in də ilk milli oldu ki, Azərbaycan millisi UEFA, yəni bir Avropa ölkəsi ilə qarşılaşdı. Azərbaycan millisi növbəti sınağını səhv eləmirəmsə Sierra Leone-la oynayacaq. Adını belə deməkdə çətinlik çəkdiyimiz Afrika. Verəndə biz keçmiş Afrika qəbilələrini öncə tanıdırıq ki, dünyada belə bir insanlar var, belə bir ölkələr var. Hesab olmalı oyun. Hesab olmalıdır ya o 30 ya da 31 olmalıdır oyun. Düşünürəm ki, 6-1 hətta azdır. Yəni nə qədər Azərbaycan millisi üçün qələbə desə belə 6-1 çox azdır o milliyə və birinci hissədən sonra mən oyunu canlı izləyirdim, hər iki hissəni izlədim və yəni St. Louis kimi bir ölkənin sənə qol vurmağı, yəni penalın nə qədər olub olmamağı bir mübahisəli bir epizoddur, amma yenə də sənə qol vurur, sənə qarşı hücumlara çıxır. St. Louis millisi 167-ci yerdədir FIFA-nın sıralamasında. Yəni milli də 127-dədir. Məsələn Sierra Leone bizdən daha qabaqdadır. Sən 120-dədir. Nəysə, gözləyən Sierra Leone də bir 2-3 vurar yəqin ki. Amma yəni dediyim kimi Ayxan Abbasovun dövründən bir işıltı var. Ayxan Abbasov onun üçün bir cəhdlər eləyir. Görək nə olacaq. Amma dediyim kimi mən St. Louis Azərbaycanın oyunu heç bəyənmədim. Yəni nə qədər qələbə olsa belə, çünki mən o dominant futbolu Azərbaycandan görmədim. Birinci hissədə qismən Elvin çox qəşəng oynadı, çünki Qarabağdan o yığdığı təcrübə, performans çox şey idi. Amma o milli komanda və qarşındakı komanda İtaliya deyil, Almaniya deyil, İspaniya deyil, Gürcüstan deyil. Yəni bir Afrika yəni qəbiləsinə yığılmış bir ölkəyə qarşı oynayırsan və ada dövlətinə və sən Mərkəzi Amerika daha doğrusu Mərkəzi Amerika dövləti və sən dominant futbol oynayamırsan.
yəni sənə qarşı o komanda sadəcə topu alırdı, vururdu qabağa ki, üstümüzə gəlin, amma Azərbaycan da gedə bilmirdi. Yəni birinci hissədə demək olar mərkəzdə adi futbol gedirdi. İkinci hissə artıq rəqibi yoruldu. Fransa belə tarix oyunu var idi. Yəni onun kimi düzdür 14-0 olmasa belə ən azından yəni daha 8 top olmalı idi. Mən düşünürəm ki, heç olmasa 8-9 top vurmaq lazım idi bu milliyə. Amma bəlkə də yağış da yağdı həmin gün, hava şəraiti bəlkə də, amma bizim milli onsuz da günəşdə də oynayamırıq. Yəni yaxşı olsa nə yazar. Yəni amma yenə də Ayxan Abbasova güvənək. Görək Ayxan Abbasov əlində olanlardan nə dərəcə istifadə edə biləcək. İllər sonra ilk dəfə idi ki, Azərbaycanlı bir baş məşqçiyə şans verilib. İnşallah daha uğurlu olar. Biz də gözləyək ki, Avropa çempionatına ümid eləyək ki, Qurban Qurbanova verilib, geri qaytarılan şans, geri alınan şans Ayxan Abbasovun da başına gəlməz. Gürcüstan gedə bilirsə, düşünürəm ki, biz də gedə bilərik, oynaya bilərik. Həqiqətən bunu xalq olaraq da çox istəyirik. Ən azı bir Avropa səhnəsində və ya görünmək istəyirik artıq ki, yəni belə bir milli var. Hər dəfə bir sürpriz millilərdən danışanda, məsələn 2014-də Kosta Rika dünya çempionatına qatılmışdı, 2018-də Panama millisi qatılmışdı. Düzdür, qruplarda böyük hesablı məğlubiyyət olmuşdu. Ora çıxmaq belə böyük bir uğurdur yəni. Məsələn bu gün Kosovanı biz danışırıq. Kosova bütün qüvvəsi ilə Türkiyəyə qarşı döyüşür ki, biz adımızı yazdı. Yəni Kosova deyəsən 2008-2009-da müstəqilliyini elan edib bizdən daha sonra və biz də belə bir şey istəyirik ki, ən azı dünya çempionatı və yaxud da Avropa çempionatı nəyəsə qatıla. Yəni biz məsələn Millətlər Liqasında bizim reytinqimiz düşdü. Biz artıq deyəsən C-də idik, D-yə düşdük. Yəni daha zəif millilərlə oynayırıq. Yəni bir azarkeş olaraq bir Azərbaycanlılara biz də istəyirik ki, yəni artıq bir Avropa və ya dünya səhnəsində görünək. Məsələn, Qarabağ bizi layiqincə təmsil edir. Ona görə təşəkkür edirik Qarabağa. Yəni həqiqətən Çempionlar Liqasında bacardığını elədi, yəni möhtəşəm bir şey elədi. Hər bir şey bizim heç vaxt inanmayacağımız nəticələri əldə etdi. Yəni ancaq onu biz millidən də görmək istəyirik ki, milli də Yəni sən demiş qələbə qazana bilər. Heç sən demiş, yəni Avropa çempionatına qatılıb orada İspaniyaya 10-0 uduzmaq, yəni bu utanc deyil. Yəni çünki İspaniya hazırki heyəti Türkiyəyə 6 dənə vurur. Yəni belə deyə də sənə 10 dənə vurmağı, amma ora qatılmaq böyük bir uğurdur. Artıq səni tanıyırlar. Rusiyada olan mundialda Panama azarkeşləri 6-0 6-1 bitmişdi həmin oyun. İngiltərə ilə oynadılar desən. Yeganə qoluna o qədər sevindilər ki, insanlar sanki dünya çempionu. Yəni oyuna canlı baxırdım hələ də yadımdadır. Maraqlı deyildi o. Yəni hesab 6-1-dir, 15-1-dir. Sadəcə olaraq millinin dünya çempionatında vurduğu birinci qolu idi. Yəni bu rəqib də İngiltərə olsun, Misir olsun, Kosta Rika. Sən o mundiala gedirsən və bunun özü böyük, yəni hər şeydir. Bu gün futbol qlobal daha, yəni futbol çox böyük silahdır, futbol çox böyük bir gücdür. Ən çox tanıdan qüvvələrdən biridir, yəni səni. Və burada bizim geri qalmağımız azarkeşləri də, yəni hər kəsi üzür, bəli. Yəni milli oyunçularda da o ruhun olmağını çox istəyərik ki, yəni çıxsınlar o bayraq üçün, o gerb üçün, yəni o ruh üçün vuruşsunlar ki, yəni biz də istəyirik. Biz oynamışıq, məsələn İsveçi məğlub etmişik, Hollanda olur, bizim yaxşı, məsələn Almaniya ilə yaxşı oyunumuz olub. Sadəcə olaraq son illər bəlkə də ruh düşkünlüyüdür, bəlkə də bilmirəm konkret amil nədir. Ancaq ümid eləyək ki, inşallah ki biz hər şey qaydasına düşər. Ən azından biz də bir mundial izləyək. Nəsə izləyərik yəni. Biz də öz millimiz üçün deyərik ki, bunun üçün baxırıq. Hal-hazırda ya hərəmizin bir ölkə tuturuq. Yəni Portuqaliya, Argentina, Türkiyə qədər özümüz də olaq. Biz də istəyərdik ki, yəni bu dəqiqə mən çox istəyərdim ki, Azərbaycan Kosovo oyununu gözləyim, Türkiyə Kosovo oyunu yox. Ümid eləyək ki, Ayxan Abbasov bizi sevindirəcək. Mundialı deməli digər oyunlar var. Bosniya-Hersegovina, İtaliya oyunu. Düzdür, İtaliyanın buralara düşməyi də bir futbol azarkeşi olaraq adamı çox üzür. Yəni son 2 ildə artıq keçən dəfə dünya çempionatına gedənmədi. Bildiyim qədərilə İsveç uduzmuşdular. Bu dəfə isə yenə də Astanadadılar. Bosniya Uelsi keçdi, bir sürpriz elədi ki, yəni məni silmə. Yəni mən hələ də bu döyüşdə varam. Amma Əslində İtaliyanın yenə getməməyi futbol adına həqiqətən böyük bir itki olar. Yəni çünki onun üçün də oynamaq lazımdır. Məsələn biz Edin Dzeko demişlər, onda da sonuncu
dünya çempionatı millidir. Məsələn, o demişdi ki, düzdür, biz UEFA adladıq, ancaq bizim üçün ən əsas oyun İtaliya oyunudur. budur. Yəni buna hazırlaşır. Bosniyada ümumiyyətlə son dövrlər Balkanların futbolu Çox inkişaf eləyib həqiqətən. 2018-də Xorvatiya Fransaya düzdür finalda məğlub olsa da, Amma o heyətlə, yəni məğlub olmaq o qədər. Yəni indi baxırsan Bosniya-Herseqovinaya, Kosovanın özü, Albaniya müəyyən qədər əlindən gələni etmək istəyir, düzdür. Polşaya uduzdular, amma yəni o da irəlidə idilər 1-0, hətta çox gözəl də oyun oynayırdılar. Sadəcə nələrsə çatmadı. Sanki biraz təcrübə çatmadı. Qapıçıla təkbətəkləri istifadə edənmədilər, yəni doğru yöndə. Bəzən futbol adına sanki nəsə çatmırdı Albaniyada, amma bu da normal haldır. Yəni qarşısındakı Polşadır, qarşısındakı heyətdə Lewandowski kimi bir hücumçu var. Nə qədər artıq qocalsa belə, yəni adı var. Məsələn, yəni o Balkanlarda o futbol baxırsan ki, ümumiyyətlə, məsələn, Avropanın ən zəif futbol inkişaf etmiş yeri Baltik, yəni ölkələrdir. Məsələn, orada nə Latviya, nə Litva, nə Estoniya nəsə güc göstərə bilmir. Ancaq Balkanlarda baxırsan ki, nəsə var. Məncə Bosniya və Herseqovinanın şansını mən İtaliyadan daha yuxarı görürəm. İndi bizim podkast yayımlananda artıq oyunlar olacaq. Biz biləsirik ki, ümidvarıq ki, haqlı çıxarıq. Ümidvarıq haqlı çıxarıq. Yəni ümidvarıq Türkiyə adına sevinərik. Azərbaycanın adına sevinərik ki, Sierra Leone ümidvarıq ki, yəni qələbə qazanırlar və dominant oynayıb qələbə qazanarlar. İtaliyanı əslində çox istəyirəm mundialda görmək, çünki o İtaliya futbolu bizim illərdir gözlədiyimiz bir futboldur. Yəni cavan heyəti var və İtaliya mundialın bir bəzəyidir. Ən zəif vaxtında belə İtaliya mundial üçün bəzəyidir. 2021 Avropa çempionatında düzdür. Bir qədər maraqlı final olmasa da, amma zəif vaxtında belə məğlub etmişdi. Yəni İtaliya futbolu yəni dünyanın ölməz futbollarındandır, həmişə danışılacaq futbollarındandır. Başqa Çexiya, Danimarka. Mən Çexləri çox sevirəm. Yəni Çexlərin istəyirəm dünya çempionatına qatılsınlar, amma Danimarkanı təbii ki, silmək olmaz. Danimarkada yəni hər ikisi başa-baş rəqiblərdir. İkisi də demək olar eyni nəticələr, eyni. Penaltilərdə olmuşdu İrlandiyanı 2-2 oyundan sonra. Danimarkada çətinlik çəkməmişdi Şimali Makedoniya. Yəni daha bir Balkan ölkəsi. Yəni bu Balkanların hamısı ümumiyyətlə çempionatına getmək istəyirdi. Sadəcə alınmadı bəzilərində. O da təbiidir. Yəni Makedoniya gəlib, yəni qarşısındakı rəqib artıq Danimarkadır. Danimarka heyət cəhətdən çox irəlidədir. Və İsveç-Polşa oyunu var. İsveç Ukraynanın qarşısını aldı. Polşada bayaq dediyin kimi Albaniyanın. Polşalılar, xahiş edirəm dünya çempionatına gedin. Lewandowski özü göstər. Mən 3 il Polşada yaşamış biri kimi artıq oranı bir doğma görürəm. Yəni Polyakları çox istəyirəm həqiqətən. Milli olaraq da Polşalıların istəyirəm dünya çempionatına keçsinlər və orada bir keçən Argentinaya məğlub oldular qrupda, sonra isə qrupdan çıxamamışlar ümumiyyətlə deyəsən. Amma Polyaklardan bir şey görmək istəyirəm, yəni Polşanın uğurunu görmək istəyirəm. Polyakları ümumiyyətlə dünya çempionatında görmək istəyirəm. İsveçin çox gözəl heyəti var, zəngin heyəti var, amma ümid edirəm ki, yenə Lewandowski və yaxud da kimsə çıxıb bir sürpriz eləyəcək. Mən açıq istəmirəm Polşa gəlsin. Sən istəyirsən tərəfdəsən. Ümumiyyətlə mənim Avropada bəyənə bilmirəm Polşa millisini. Yəni bilmirəm niyədir. Bu istər mundiala qatıldığı illərdə olsun, istər qatılmadığı. Yəni mən ümumiyyətlə Şərq Avropa futbolunu fərqi yoxdur da Ukrayna. Düzdür, oyunçu olaraq müəyyən məsələn Şevçenko qatılıb falan feşmişəm. Amma heç bir Şərq Avropa millisini mundiala yaraşdırmırsan, yəni bir növ. Yaraşdırmıram. Demək, amma nə bilim, belə düşünürəm ki, o qədər böyük həyəcan qatmır, mən fikirləşirəm. İsveç daha böyük həyəcan qata bilər, nəinki Polşa. Yoxsa məsələn Polşanın İsveçin əvəzinə hansı milli olsa daha çox, yəni deyərdin ki, hə Polşa olaraq baxan yenə yaxşıdır. Məsələn belə deyək, Danimarka Polşa ilə oynasaydı və yaxud da Çexiya Polşa ilə oynasaydı. Çexiya Polşa ilə oynasaydı Çexiyanı, Danimarka oynasaydı Danimarka. Yəni Şərq Avropa futboluna o qədər Polşa get, düzdür. Çexiya da qonşu dövlətdir. Amma nə bilim Polşanı ümumiyyətlə bəyənmirəm. Yəni Polşalılar belədir ki, Polşa
Yəni o mənlik deyil. Futbollaraq. Gözləyə görək, dediyim kimi biz artıq podkast yanında biləcəyik kimlər keçib. Bir də Şəmsdən bayaq da dediyim Məhəmməd Salah bu il artıq Liverpooldakı karyerasını bitirir. Məhəmməd Salah ümumiyyətlə oynadığı illərdə istər öz millisində, düzdür, millidə o qədər də uğurlu olmadı. Çünki Misir millisidir, yəni təkdir demək olar. Avropada Bazeldən başlamışdı Məhəmməd Salah, Chelsea, Fiorentina, daha sonra parladı Liverpool. Əsas parladığı yer Liverpool oldu. Yəni hamının artıq Məhəmməd Salahdan danışdığı bir klub Liverpool idi və əslində Salah həqiqətən İngiltərə çempionatının Thierry Henry-dən sonra gördüyü ən mükəmməl oyunçulardan biridir. Çünki İngiltərə çempionatında hər şey qazandı. Liverpool ilə Çempionlar Liqasını qazandı, liqa qazandı, bütün kubokları ələ qazandı. Bildim qədər bombardirdə oldu İngiltərədə bir neçə dəfə və həmin o Liverpoolun vaxtındakı üçlünün ən böyük yəni başı idi belə deyək. Firmino, Mane, Salah. Yəni göründüyü qədər də Salah sona qədər qaldı. O kapitan kimi gəmini sonda tərk elədi ki, artıq mən getmək vaxtıdır. Bəzi söhbətlər oldu Salahla yəni Arne Slot arasında bəzi anlaşılmazlıq oldu. Amma həll elədilər. Salah oynadı, əsas oyunlarda da özünü göstərməyə çalışır və bayaqlarımda vurğuladım ki, Salah son bir nöqtəni qoyub getmək istəyir Liverpool'la. Liqada artıq şansları yoxdur. Bildiyim qədərilə deyəsən hansısa kubokda City-lə oyunları var, yəni FA Cup-da yoxsa hansındasa orada şansı qala bilər. Amma əsas qüvvəni Çempionlar Liqasına veriblər və məncə Salah bir nöqtə qoymaq istəyir ki, və mən hər şeyi aldım son dəfə Liverpool üçün. Bunu da edirəm və gedirəm. Ola bilər. Bəs səncə Salah qızıl topa layiq bir futbolçu karyerası yaşadı ya yox? Dembele alıbsa qızıl topu, yəni Salah mütləq buna layiqdir. Sadəcə Salah şanssız dövrə düşdü. Necə ki Iniesta, Xavi və o həmin generation'ın çox oyunçusu Messi və Ronaldo dövrünə düşdü. Salah həqiqətən bir növ parladığı dövr Ronaldo və Messinin ən ideal vaxtına düşdü və ancaq onlar götürdülər. Sonra bir mövsüm pis oynayanda həmin il başqa adam çox parladı. Yenidən o parlayanda kimsə ondan daha çox parlamış oldu. Belə bir şeylər baş verdi və bir növ dediyim kimi bəxtsizlik Salahın o Ballon d'Or almamağına səbəb oldu. Amma məncə həqiqətən kimsə gətirib Ballon d'Or verirsə, problem yoxdur, verə bilər, yəni Salah ona haqq edir. Sənin üçün Salahın karyerasında yadda qalan məqam nə olur? Məsələn, mən Ramos'un Salahı yıxmağı. Mən də onu deyəcəydim. Həmin final düzdür, heç qırmızı kart falan verilmədi Ramos'a, amma məncə ikonlaşmış bir an oldu. Bəlkə də Liverpool azarkeşləri üçün başqa bir ikon, bir Salahın, yəni belə deyim də, hansısa bir epizodu var və yaxud da oyunu var. Gol sevincləri fərqli idi. Bir oyunda 3 gol vurmağı. Yəni bu kimi şeylər bəlkə Liverpool azarkeşləri üçün daha bir ikonik hala çevrilib. Çempionlar Liqası aldıqları ilə ola bilər. Amma digər futbol azarkeşləri üçün həqiqətən hamının ən çox yadda qaldığı Ramos'un Salahı yıxıb və bəlkə də o olmasaydı Liverpool həmin ildə Çempionlar Liqasını qazana bilərdi. Sənin də fikrin eynidir yəqin ki, o Ramos'un yıxmağı. Yox, mən düşünürəm ki, Real Madrid finala çıxdısa bitdi. Yəni Real olacaq həmişə. Bu bayaq da dedim, Real Madrid Çempionlar Liqası üçün yaranmış klubdur. Yəni daha çox adamların 15 yəni düzdür, indi ola bilər razılaşma olmasın mənimlə izləyicilər arasındakı bəs bu əsas da biz Barcelona azarkeşləri nə bilim 91-dən qabaq, 92-dən qabaq olub, amma nəticə odur ki, Real Madrid həqiqətən bu son 2017-dən bu tərəf, məsələn 3 dəfə Çempionlar Liqasını almağı olsun, Ancelotti'nin vaxtında geri dönüşlər oldu, məsələn City ilə, Paris ilə, Chelsea ilə, məsələn zəngin olmadığı heyət var idi ki, həmin ildə José 2017 hətta heç kim gözləmirdi ki, düzdür, Ronaldo'nun pik dövrü idi, amma Real Madrid heyət olaraq çox da ideal deyildi. Sən demiş José ilə, Rodrigo'la Çempionlar Liqası aldılar 2020-də. City ilə oyunda 1%, yəni 88-ci dəqiqə nə oldusa ondan sonra oldu. Yəni yəni hamı
Bavariya oyununda Joselu oyuna çıxdı və oyunu dəyişdi. Yəni sən Parisi devirdi, həmin Paris. Real Madrid əsl Çempionlar Liqası üçün tamam başqa aurada olur. Yəni Real Madridin köynəyini, sadəcə o formanı geyinərkən artıq hiss edirlər ki, Çempionlar Liqasıdır və biz tamam başqa bir oyun oynamalıyıq. Məsələn City ilə birinci oyunda danışmışdıq, cavab oyunu da düzdür, qırmızı kart amili nə qədər öz rolunu oynasa da, mən yenə də düşünürdüm ki, Manchester City keçə bilməyəcək. Hətta keçən verilişimizdə demişdik ki, Real Madrid turu keçəcək. Yəni keçən verilişdən bir dənə Bodo Glimt sağ olsun bizi yalnız elədi. Digər bütün oyunlarımız dediyimiz kimi oldu, amma yenə də gözləyə görə bu dəfə nə olur? Yəni Bavariya çətin bir sınağınız var sizin, bizim Atletico-la, ondan sonra Arsenal Sporting və PSG Liverpool. Səncə növbəti mərhələyə kimlər keçəcək? Bunu da danışaq sonra elə sonda. Bunu deyim, Real Madrid Bavariyada, mən Real Madrid yenə deyirəm, düzdür Bavariyada hücum xətti, yəni yaxşıdır, əladır hər şey Bavariya. Ancaq Real Madrid də Real Madriddir. Paris Saint-Germain Liverpool, Paris Saint-Germain, Barcelona, Atletico Madriddə mən Barcelonanı favorit görürdüm. Ta ki Rafinha, məncə Atletico Madrid keçəcək. Yəni düzdür, istəyirəm Barcelona, mən El Clasico finalı istəyirəm. Ancaq mövzuya biraz daha real yanaşmaq istəyirəm. Məncə Atletico Madrid keçəcək. Digər tərəfdən də mən nəsə Sporting Lissabon elə bilirəm keçəcək. Bəs sən? Mənim düşüncələrim o sağ tərəf, yox sol tərəf deyək də. Yəni Real Madrid, PSG mən də eyni cür düşünürəm. İnanmıram. Yəni Leverkusen, daha doğrusu Liverpool keçən ilin qisasını ala bilər. PSG Real Madrid yarımfinalı. Bu tərəfdən isə Rafinyanın zədələnməsindən sonra bir çox Barcelona azarkeşi Atletico-nu yenə də bir addım öndə sayır, çünki Rafinha komandanın çox hissəsi idi, amma mən əksini düşünürəm. Lamine Yamalın daha çox parlayacağını və klubu daşıyacağını inanıram və Barcelona yarımfinalda Sportingdən mən də böyük bir sürpriz gözləyirəm həqiqətən, amma öz yerində sürpriz gözləyirəm. İngiltərədə Arsenal məncə yenə dominantlığını qoyacaq. İstəyərdim Sporting gəlsin. Mən Arsenalı o qədər sevmirəm, amma məncə Arsenal, Barcelona və PSG, Real Madrid yarımfinallar olacaq. Fuad, çatdıq verilişin sonuna. Artıq da podkastımızın sonuna çatdıq. Sağollaşaq məncə. Bəli, bu anda inşallah ki, növbəti oyunlardan daha böyük zövq alarıq. Futbol azarkeşi olaraq növbəti podkastlarımızda görüşərik. Özünüzə yaxşı baxın, özünə müğayət olun, əziz futbol sevərlər. Futbolla qalın.